Salam xanımlar, xoş gördük sizləri. Bugün mən sizə belə bir fincan altlığını toxuyacağım. Çox gözəl toxunuşu var. Əminəm ki, siz də bəyənəcəksiniz. Bunun üçün bizə milçə lazımdır. Milçə seçdiyiniz ipin qalınlığından asılıdır. Mənim seçdiyim ipə görə mən 4,5 milli milçədən istifadə etmişəm. Bu formada belə qalınlıqdadır. Belədir. Deməli, sizin ipiniz daha qalın olsa, daha böyük ipdən istifadə edərsiniz. Əgər daha nazik olsa, onda daha bundan balaca da ola bilər. 4,5 milli də ola bilər. Deməli, başlayaq toxumağa. Bu formada, həmişə kimi bu formada qoyuruq. Deməli, bir dəfə belə eləyirik. Bir daha göstərim sizə. Bu formada qoyduq. Salırıq, buradan çıxartdıq. Bir dəfə bunu buradan bənd eləyirik belə. Daha sonra 9 dənə bunun içindən ilmə çıxardırıq. Belə toxuyuruq. 1 2 3 4 5 6 7 8 və 9. Bunu toxuyub qutarandan sonra bu formada çəkirik. Biraz çox çəkin ki, bu ortasındakı boşluq qalmasın. Deməli, bu formada buradan salırıq. Lap birinci ilmədən bunu keçirdirik bura. Bu formada. Və altındakı ipi çəkib, mühkəm çəkib, bunu itiririk bu ortasını. Deməli, bu keçirdiyimiz ipi formada bir dəfə salırıq. Deməli, hər bir ilmənin içindən indi 9 ilməkdir. İndi olacaq, hər birinin içindən 2 dənə çıxardırıq. 18 dənə olacaqdır. 1 2 1 2. Hər boşluqdan 2 dənə çıxardırıq. Bu formada başa qədər gedirik. Hər birinin içindən 2 dənə çıxardırıq. Və 18 dənə olur. Və sonuncudan saldıq. Bu formada. Deməli, indi bir daha gəlirik buradan. Birincinin başından belə salırıq, keçirtdik formada. Keçirtdik. Deməli, eyni yerdən bir də çıxardırıq. Buradan bərkitdik. Deməli, indi neyinirik?
1, 2, 3. 3 dənə yuxarı çıxırıq, zincir çəkirik. Deməli, bu sonuncudan yox, ondan əvvəlkindən götürürük. 1, daha sonra növbətidən götürürük. 2, 3, 4 oldu üstteki ilə bir yerdə. Bu formada bunların hamısını bir yerde çektim. Ve bağladım. Deməli, bir zincir çəkirəm. Sonuncu zincirdən yox, dibindən. Deməli, bu zincirdən 1, buradan götürürük. 2, buradan götürürük. 3 və növbətidən götürürük. 4. Bu formada götürdük və bağladıq. İndi bir zincir çəkirik. Bir daha göstərirəm sizə. Deməli, buradan götürdük. Buradan götürürük. Buradan götürdük. Ve buradan götürdük. Karşıdakinden. Bunu formada böyle bağlayırıq və bir zincir çəkirik. Bir daha göstərim. Dipdəkindən yox, buradan götürürəm. Götürdüm. Birini buradan götürürəm. Götürdüm. Birini buradan götürürəm. Götürdüm. Və birini qarşıdakindən götürürəm. Bu formada. Bunların hamısının içindən çıxartdım. Və bu formada bağladım. Bir zincir çəkirəm. Və bu formada sona qədər gəlirik. Bu formada toxuyaraq sona qədər gəlirik. Deməli, xanımlar, gəlib dördüncünü eləyirik. Deməli, bitirdik. Bir zincir çəkirik. Bir daha göstərirəm. Deməli, sonuncudan yox, ondan əvvəlkindən salırıq, çıxartdıq. Sonra ortadan çıxardırıq. Daha sonra buradan çıxardırıq və keçirik qarşı tərəfə. Qarşıdakı boşluğa salırıq. Buradan da çıxartdıq və bunun hamısını bir yerdə yığdıq bu formada. Belə elədik və gəlirəm, bir daha eləyirəm. 1, 2, 3 və dipdəkindən götürürük. Bu formada götürdüm və bağladım. İndi bunu eləməliyik. Bunu buradan elə eləməliyik ki, bu bilinməsin. Deməli, 1, 2, 3, 4 dənə görünür. Bu ikincinin arasından salıram. Bu ipimi buradan bu formada çıxardıram. Və beləncik kəsirəm. Kəsdim. Gördüğünüz kimi burada hiçbir birbirine bağlantı hiss olunmadı.
Deməli, ikisinin arasından buradan keçirdim və burada bunu milçə vasitəsilə deməli bunu burada nə edirik? Burada aralardan toxuyuruq. Heç bilinmədir. Bilinmir ki, burada birləşdirmə hardan olur. Gördüyünüz kimi heç bir birləşdirmənin izi yoxdur. Bunu beləliklə istədiyimiz yerə qədər eləyirik. Daha sonra kəsirik. Bunun bu altdakı hissəndə deməli bir neçə yerə salırıq və sonda istəsəniz bunların ikisini belə formada bir-birinə bağlaya da bilərsiniz. Amma mən burada yaxşı görüntü olmur deyə mən eləmirəm. Mən bunu deməli bu formada salıram. Aralardan keçirdərək bir neçə yerdən keçirdirəm və sonda formada kəsirəm, bilinmir. Siz də mən elədiyim kimi etsəniz formada heç bir gördüyünüz kimi belə gözəl fincan altlı oldu. İndi bunun kənarını eləyirik. Deməli, bu kənarlarından, bu hissəsindən saldıq. Buradan bunu çıxartdım. Deməli, hər bir aradan salırıq. Bu formada bunun kənarını toxuyuruq. Bu formada eləyirik. Buradan saldıq. Çıxartdıq. Buradan saldıq, çıxartdıq. Bu görünən hər bir boşluqdan bax buradan gördüyünüz kimi saldıq. Bu ikisinin arasından hər birinin ara hissəsindən salırıq. Göründüyü kimi buradan bu formada deməli formada düzəltdik. Çıxardırıq belə. Saldıq, çıxartdıq. Bunu bunun içindən çıxardırıq belə. Saldıq, belə çıxardırıq. Bir daha çıxardırıq. Sona gələnə qədər çıxardırıq və gəldik bura. Gördüyünüz kimi bunu deməli arxadan salırıq milçəni. Bunun arasından buradan saldıq və bunu sonuncudan saldıq. İlk toxuduğumuzun arasından saldıq milçəmizi bu formada. Və bu zinciri keçirdirik arxa tərəfə. Keçirdik arxa tərəfə. Elə eləyirik ki, formada bilinmir. Və kəsdik. Bunu buradan çıxartdıq. Gördüyünüz kimi heç nə bilinmədi və bunun ilklə sonu burada belə bağlayırıq. Bir dəfə bağladıq. Yetərlidir. Və bağlayandan sonra yenə də bunu buradan itiririk və bu hissəni də buradan itiririk. Elə eləyirik ki, səliqəsizlik olmasın. Və artıq qalan ipləri formada kəsib çıxardırıq.
Gördüğünüz gibi çok güzel. İstediğiniz renkte istifade edebilirsiniz. Formada fincan altlığımız hazırdır. Buyurun. Her bir renkten renk istediğiniz renklerden istifade edebilirsiniz. Eğer el işimi beğendinizse like etmeyi unutmayın. Zınqırovu aktiv etsəniz ilk el işlərimi siz tanış olabilirsiniz. Abone olmağı unutmayın. Hələlik yeni el işlərimdə görüşənə qədər.